Yanma reaksiyaları mənbəsində öyrəndiklərinizi tətbiq edində üçüncü məsələ var. Çox uşaq eləyə çətinlik çəkir, izahını verirəm. Deyir, tərkibində oksigen olmayan X, bir X maddəsi, amma bizə əvvəlcədən deyir ki, içində oksigen yoxdur. Oksigen qazı ilə qarışdırılır. X, oksigen qazı ilə qarışdırılır. Bu qarışıqda molekulların say nisbəti 4/15 olur. Biri 4'dür, nisbət deyil, yəni 4'ün 15'ə nisbətidir, dəqiq say deyil. Yəni bu 2'yə də vura bilərsiniz, 3'ə də vura bilərsiniz olur. Bu qarışıqda molekular say nisbəti 4/15 olur. Tam yanma zamanı, bilirik ki, oksigenlə olan reaksiya yanmadır. Yanma zamanı başlayır bu qarışığı yandırmağa. Oradan deyir, karbon qazı əmələ gəlir, su əmələ gəlir, azot əmələ gəlir. Bir də deyir, burada oksigen də olur. Diqqətlə qulaq asırıq və onların sayları deyir. Deyir, bu A'dır, A moldur, molekulların say nisbəti verir. Say nisbətləri var. Suya yazır 10 mol, 10 dənə, sayı 2 say nisbəti elədir. Bu birisində böyle yazaq. Burada azotda verir 2'dir. Oksigen de verir 6'dır. Ama bir şey biz bilirik ki, kimyəvi reaksiyalar zamanı oksigen reaksiya giribsə, oksigen çıxa bilməz. Oksigen çıxırsa deməli burada oksigen artıq qalır. Müəyyən qədər oksigenin artıq qalır. İndi baxırıq bura. Baxaq, amma bizə əvvəlcədən deyir ki, X-in içində oksigen yoxdur. Gəlin bura baxırıq. Gəl bu tərəfdən bax Zəhra. Deməli, A qədər karbondur. Deməli, burada karbon varsa, deməli X-in içində karbon var. Bunun əvvəlində 4 yazır. Amma mən sayı bilmirəm. Bura bir A yazaq. Sonra hidrogen, onu vururam 2'yə. 20 dənə hidrogendir. Deməli, burada da 20 hidrogen olmalıdır. Əmsalda 4 var. Deməli, nə yazacağım? 5. Sonra gəlirəm azota. 2 dəfə 2. 4 dənə azot var. Qoyun burada yazaq. 4 azot, 20 hidrogen. Azot 4 olması üçün burada 4 var. Buraya yazıram 1. Biri də vuranda 4'e gelir 4 azot. Sonra gəlirəm. Deyir, içində oksigen yoxdur. Və fikir verirəm ki, deyir ki, burada 15 oksigen götürülür. 15'i vururam 2'yə neçədən oksigen eləyir? 30. İndi gəlin görək, bizim 30 dənə oksigen çıxmalıdır buradan. Bir baxıram, 10 oksigen burada. 6 vur 2. 12 oksigen burada. Neçə elədir? 22 oksigen. Orada 30'dursa burada da 30 olmalıdır. 30'dan 22'ni çıxıram. Deməli 8 oksigen çatışmır. Nəyin içində olacaq? Burada. Deməli burada 2 varsa, deməli A avtomatik nəyə bərabər olur? 4'ə. İndi burada 4 olması üçün əmsalda 4 var. Bura yazırıq 1, bilirik ki, 1 də yazılır. Deməli bu maddənin tərkibi bax belə bir formula malik olur. Bu da indi keçəsiz növbəti dərslərimizdə CH3NH2 adlanan metil amindir.